Əziz məbəd, bacılarım, qardaşlarım, Rəbbin sülhü, xeyir duası sizinlə olsun. Pastor xeyir duavızla, ağsaqqallar xeyir duavızla. Əziz məbəd, bugünkü mövzu Allahın sirri haqqında olacaq. Necə gəldi bu mövzuya çatdım? Qısa bir məlumat vermək istəyirəm. Ümumiyyətlə, mən statistikalarına maraqlanan insanam. Bir gün mənim qarşıma bir statistika çıxdı. Orada yazılıb. Yer üzündə 10 mindən çox din var. Çox mənə maraqlı gəldi. 10 mindən çox din. Hər dinin arxasıca minlərlə, milyonlarla insanlar gedir. Hər dində olanlar da düşünür ki, onların yolu həqiqətdir. Onların xüsusi ibadəti də var. Dərhal mən Allahın kəlamına müraciət etdim. Başladım araşdırmağa və bu haqda sizinlə mən bölüşmək istəyirəm. Süleyman Peyğəmbərin məsələlərində Süleyman Peyğəmbər deyir, yollar var, insanların qarşısında düz görünür, salih görünür, yaxşı görünür, amma sonu ölümdür. Yəni sonu cəhənnəmdir. Araşdırıram, bir bütpərəst dinində olan insanın həyatına baxıram telefonda. Görürəm ki, onun həyat tərzi necə gözəl görsənir. Görün, neydir bu insan? Gündəlik qidasını qurban verir başqasına. Necə təmiz görsənir, necə müqəddəs görsənir, necə salih görsənir. Sizə sual verirəm, o bütə inanan şəxsin həyatı da Allah razıdır. Allah tərəfindən də onun inancı, Allah tərəfindəndir, bütə inanan insan. Həyat tərzinə baxın onun, düz görsənir, salih görsənir və eləncəsində də başqa dinlər də var. Gözəl görsənir, yaxşı görsənir, kəlam deyir, sonu ölümdür. Bəs niyə bu qədər dinlər çoxalıb? Kəlamda buna cavab var. Kimin müqəddəs kitabı üzərində sizə zəhmət olmasa. 1 Korinfillər 2-ci fəsil 7-ci ayədən oxuyacağım, birlikdə oxuyaq. Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Hardan gələn? Allahdan gələn. Allahdan kim gəlib? İsa Məsih. İnsanlar üçün sirdir. O müdriklik, o salihlik insanlar üçün sir olduğuna görə bu qədər dinlər var, bu qədər inanclar var. İndi biz baxacaq, Allah bu sirri necə açır. Əziz bacılarım, qardaşlarım, əgər bu sir sizə açılıbsa, siz bəxtəvərsiniz. Hətta deyərdim, bəxtəvərlərin bəxtəvərisiz. Sevinin, şadlanın. Çünki əbədi həyatınız var. Sonra deyir, Allah bu müdrikliyi, bu sirri bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. Zaman başlamazdan əvvəl, insanlar yaranmazdan əvvəl Allahın uzaq görənliyi ortaya çıxır. Allah bilirdi ki, insanlar iblisə aldanacaq. İnsanların həyatına ölüm gələcək və o ölüm insanları cəhənnəmə aparacaq. Allah bunu bilirdi. Ona görə İsa'nı təyin etdi və hamıya gizli saxladı. Sir Allahdadır. Bir var insan sirri. Mənim sirrim var. Mən onu açsam, siz anlayacaqsınız, insanıq. Var Allahın sirri. Onu mən aça bilmərəm. Olub sizin həyatınızda İsa Rəbb olduğu insana aydın olub, sevinclə qəbul eləmişik, gedmişik yaxınımıza demək ki, İsa adlı şəxs var, odur xilaskar, gözləyirik ki, həmən o da sevinclə qəbul edəcək. Amma əksinə başa düşmür. Əziz bacılarım, qardaşlarım, bu sirri yalnız Allah aça bilər. Ona görə də sirrin sahibi olan Allaha yalvarın ki, öz sirrini, həqiqətini insanlara açsın, yaxınlarına açsın. Əziz bacılarım, qardaşlarım, Timotey məktubunda 1-ci fəsil 3-cü fəsil 16-cı ayədə görün nə deyir? Şübhəsiz
Əlbəttə, möminliyin sirri böyükdür. Salihliyin Allah qarşısında, salihliyin sirri böyükdür. Allah'a gedən yolun sirri böyükdür. Həqiqətin sirri böyükdür. Sonra deyir, bu sir cismən zuhur etdi. Kim zuhur etdi cismən? İsa Məsih bədən aldı. O fiziki kişi istəyi ilə yerə gəlmədi. Bizim kimi doğulmuşuq hamımız atamızın istəyi ilə. O Allahın istəyi ilə doğulub yerə gəldi. Ona görə ona Allahın oğlu deyilir. Ruh tərəfindən təsdiq olundu. Təsdiq olundu. Kim? Amin. Mələklərə göründü. Kim? İsa. Millətlərə vəz olundu. Dünyada ona iman edildi. İzzətlə göyə çəkildi. Kim? İsa. Amin. İsa Məsihdir. Sir, sən demə. Əgər bu sir sizə açılıbsa, siz bəxtəvərsiniz. Mən baxırdım, biraz da boyum hündürdü. Hündür yerdə dayanmışam, insanların üzünə baxırdım. Baxırdım, bəziləri ürəkdən oxuyurdu. Amma bəziləri oxuduqları boğazdan idi. Ürəyə aidiyyatı yox idi. Düşünürəm və qərar da çıxartdım. İki cür insan, iki növ şəxs var. Ya bu sir insana açılmayıb deyə ürəkdən oxuya bilmir, ya da açılıb mənim kimi, hərdən olur. Bu dünyanın qayğıları o qədər yükləyib ki onu, dərdləri o qədər yükləyib ki o sevinci itirib. Hərdən məndə də olur o. İçində bir səs gəlir, Fəxrəddin, niyə bu gündəsən? Niyə köksündəki bu vəziyyət ağırdır? Niyə? Bəyəm sənin üçün Allah böyük möcüzə etməyib? Bəyəm Allah sənin öz sirrini açmayıb? Niyə kədərlisən? Filiplilər məktubunda Paul gör nə deyir? Sevinin. Bir də deyirəm, sevinin. Mən bu sözü anlamırdım, başa düşmürdüm. Necə insan sevinsin, dayanmadan sevinsin. Bəyəm kədər yoxdur, ağrılar yox. Necə sevinir? Sevinin ki, bu sir sizə açılıb. Milyonlarla insanlara bağlı olan sir. 10 milyon da insanlar var ki, bütlərin, lazımsız iblisdən, insandan olan inancların arxasınca gedir. Amma o sir, həqiqət sizə açıldığına görə sevinin. Bəli, kədərlər var, problemlər var. Kim deyə bilər aramızda? Var belə insan desin ki, mən bütün problemlərimi həll etmişəm və yaxud da həll edəcəm, artıq məndə bir problem olmayacaq, problemlə qarşılaşmayacağım. Var belə insan desin. Nə qədər bu dünyadayıq, bu bədəndəyik, problem olacaq. Bir problem qurtaracaq, ikincisi başlayacaq, sonra da başqası olacaq. Mən negativ danışmaq istəmirəm, amma bu həqiqətdir. Əgər hələ olmasaydı, İsa Məsih deyərdimi, mən siz üçün yer hazırlamağa gedirəm. Deyərdə yerdə siz üçün gözəl, rahat həyat, oradadır rahat həyat. İsa Məsih oranı vəd edir, rahatlıq diyarını. Cəsarətli olun, İsa deyir, mən dünyaya qalib gəldim. Yerdə kədərviz olacaq. Amma mən qalibəm. Mənə iman edənlər də qaliblərdir. İndi buna daha dərin baxacağıq. İsa Məsih bir gün şagirdlərinə dönür, bir sual verir. İnsanların düşündüyünə görə mən kiməm? Onlar məni kim sayır? Şagirdlər bu cür cavab verdilər. Biri deyir, sən vəfdisi Yahyasan. Biri deyir, sən qədim peyğəmbərlərdən birisən. Çünki həqiqətən İsa böyük işlər görürdü. İnsanlar bunu görürdü, möcüzələr edirdi. Sonra İsa çönür, yenə də deyir, bəs siz məni kim sayırsınız? Pyotr İsa'ya cavab verdi. Sən var olan Allahın oğlu Məsihsən. İsa ona cavab verir. Nə bəxtiyarsan, Şimon. Bunu sənə açan insanlar deyil, ət və qan deyil. Bunu sənə açan kimdir? Atamdır, Allahdır bu sirri sənə açıb. Bəxtəvərsən. İsa Məsih sizi üçün kimdir? Rəbb, Məsih. Bunu açan sizə Allahdır. Sevinin, şadlanın, izzətləndirin.
ürəyinizlə, bütün qəlbinizlə, çünki izzətə layiqdir. İndi biz buna dərin baxacağıq. Ola bilsin, bu xilasın mahiyyətini hələ dərk etməmişik. Ona görə izzəti tam verə bilmirik. Hələ başa düşmürük. İndi balaca dərin gedəcək. Onda anlayacaqsınız ki, İsa bizi nələrdən xilas edib. Əbədi cəhənnəmdən xilas edib. İsa Məsih yer üzündə bu sözləri deyir. Yerdə və göydə səlahiyyət mənə verilmişdir. Atam istədiyi şəxsə həyat verdiyi kimi, məndə də o ixtiyar var. Həyat verim. Yerdə olan səlahiyyətlərindən. İsa Məsih yerdə hansı işlər gördü? Səlahiyyətli. Kim deyə bilər? Ölünü diriltdi. İsa Məsih gəlir Lazarın qabağına, Lazar öləndə mağaradır, o vaxt mağarada dəfn edirdilər. Gəlir mağaranın qabağına. Yanında da İsa'nın bacısı Marta. Deyir, mərhumu hara qoymuşdu qəbrə? Marta deyir, ya Rəbb, 4 gün ölüb, 4 gündür. İylənib o. Neynəmək istəyirsən? İsa deyir, iman et, Allahın möcüzəsini görəcəksən. İzzətimi görəcəksən. Marta, İsa yalvarmadı Allaha. Yalvarıram, dirid onu. Deyir, çıx. İsa'da səlahiyyətə bax. Çıx. Kimdir İsa? Allah, sir. Allahdır. İsa Məsih qayıqda şagirdlərlə olanda, göldə böyük bir tufan qopur. Hamı dəhşət içində idi. İsa'nı qaldırırlar. Ya Rəbb, biz tələf oluruq, həlak oluruq. Oyan, bizi xilas et. İsa əlini qaldırır. Yalvarmadı ya Allaha. Yalvarıram, tufanı saxla. Əmr etdi, dayan. Kimdir əmr edən? Amin. Şagirdlər heyrət içində deyir, bu insan kimdir ki, tufanda, dənizdə ona itayət edir, nə deyir olur. Onlar hələ bağlı idi. Allahın ruhu gələndən sonra ona aydın oldu ki, İsa Məsih sən demə Rəbdir, hər şeyə qadir olan odur. Yerdə olan bu səlahiyyətin gördü. Bəs göydə olan səlahiyyəti hansı idi? Yadınızdadsa İsa Məsih Getsemani bağında tutub aparırlar öldürməyə. Həmin vaxt əskərlərlə qarşılaşır. Peter başlayır, öz qılıncını çıxardıb bir nəfərə xətər yetirir. İsa dərhal onu saxlayır. Nə edirsən Peter? Şəfa verir o insana. Peter, mən aciz deyiləm, sən mənə yardım edirsən. Mən əmr edərəm. Hara? Göylərə əmr edərəm. 12 region, mələkələr yerə, daşı daş üstündə qoymaz. Peter, mən aciz deyiləm. Amma mən bunun üçün gəlmişəm. Gəlmişəm ki, insanların günahını üzərimə götürüm. Bunun üçün gəlmişəm. Müqəddəs qanımı insanlar üçün axıdım. Gəlmişəm insanlara həyat verim. Peter anlamır. İbrahimlər məktubunda Paul bu sözləri deyir. Zəburdan Davud Peyğəmbərin sözlərini təkrar edərək açıqlayır. Xahiş edirəm, diqqətli olaq. Buna görə Məsih yerə gələndə deyir. İsa yer üzünə gələndə Allaha deyir, atasına deyir. Qurban təqdim istəmədin, amma mənə bir bədən hazırladın. Yandırma qurbanları, günah qurbanlarından xoşun gəlmədin. O zaman dedim, budur gəlmişəm. Tumar kitabında mənim haqqımda yazıb. Ay Allah, sənin iradəni yerinə yetirim. Görün burada dərinlikdə mənaya bax. Allah deyir, mən insanlardan o ibadətdən razı qalmadım. 10 mindən çox insanlar var, dinlərdə var. Onların ibadətindən razı qalmadım. Çünki dinlər insan tərəfindən yaradılıb. Bir həqiqət var. Dinlər insan tərəfindən yarandığına görə və yer üzündə insanlar kamil olmadığına görə onların gətirdiyi təqdimlər də, yollar da kamil deyil. Ola da bilməz. Mənim qarşımda kimsə kamil ola bilər, müqəddəs görsənə bilər, eləcə də sizin. Amma Allahın qarşısında heç nə kamil deyil. Allah deyir, onların gətirdiyi xilas verməyəcək.
Onların getdirdiyi ibadət, təqdimlər mənim dərgahıma gətirə bilməyəcək. Axı mən insanları sevirəm, onlar cəhənnəmə gedəcək. Ata oğula deyir, mən sənin üçün bədən hazırlamışam. İnsanları sevdiyimə görə. Mən sənin üçün bədən hazırlamışam, yer üzünə gəlməyə, insanların xilasına görə. Mən sənin üçün bədən hazırlamışam, öz müqəddəs qanını axıtmağın üçün. Mən bədən sənə hazırladım, iblisə qalib gəlməyin üçün. İnsanlara əbədi həyat vermək üçün. Mən sənin üçün bədən hazırladım. Əziz bacılarım, qardaşlarım, ola bilsin aramızda insanlar var. Hələ bu sir açılmayıb, hələ dərk etmir. Allahım kəlamda yazır. Allah öz sirrini müqəddəs ruh vasitəsilə açır. Bu necə baş verir? Mən fiziki insan, anamın bəhdində olanda, mənim üçün bu dünya qapalı idi. Mən dağ bilmirdim, bostan bilmirdim. Haçan ki doğuldum, cismən gəldim yer üzünə, mənə aydın oldu. Dağ və bostan, hər şey. Eləcə də ruhdan doğulan insan da ruhani aləmə gözləri açılmağa başlayır. Artıq o həqiqəti görür, ona aydın olur. Artıq ona başa salan lazım deyil ki, falçılıq günahdır. Ona başa salmaq lazım deyil ki, ulduz falı iblisdəndir. Artıq özü dərk edir ki, həqiqət hansıdır. Bəli, həqiqət üzə çıxanda saxtalar da aşkara çıxır. Artıq hər şey görür. Hər şey ona aydındır. Onda əminlik olur. Onda zərrə qədər də olsa şübhə olmur. Mən yeri görür yaradan Allahdan istəyim budur ki, əgər bu hadisə, sir kimlərəsə açılmayıbsa, Allah o sirrini açsın, datsın Allahdan, görsün ki, Allah nə qədər xeyirxahdır, nə qədər şirindir. Əziz mənim bacılarım, qardaşlarım, izzətləndirin Rəbbi, çünki o xilaskardır. İzzətləndirin, çünki izzətə layiq Allah odur. Problemlər, bir daha deyirəm, olacaq. Qoyma ki, izin vermə ki, o problemlər, dərdlər sənin sevincini əlinizdən alsın. Əgər həqiqi Allahı izzətləndirən, ona izzət verən biz olmayacaqsa, başqa Allah kimdən izzət alacaq? Kim var? Yoxdur, biz verməliyik Allaha izzəti. İsrail xalqını bir yada salın. Kəlam onu bizi üçün nümunə göstərir. Allah İsrail xalqını Misirdən, əsarətdən çıxardır. Onlara gözəl həyat verəcəkdir, düzdür? Amma İsrail xalqı dənizdən də, möcüzəvi yollarla da çıxır. Onlar balaca bir çətinliyə düşən kimi nə etdilər? Deyinməyə başladılar. Deyinməyin, Allahın xoşu gəlmir. Bəxtəvər saymayın o şəxslər ki, Maldiv adalarında dincəlir. Onlar deyil bəxtəvər. 10 dənə maşını, 10 dənə evi olan deyil bəxtəvər. Bəxtəvər o şəxslərdir ki, Allahın sirri olan İsa Məsih o şəxsə açılıb. Siz də onları bəxtəvər saymayın. Çünki biz bilirik bəxtəvərli insan da bu dünyada deyil və olmayacaq da. Kəlam deyir, hər şeydən əvvəl Allahın padşahlığını axtarın. Onun salihliyini axtarın. Əgər Allahın ruhunu almamısınızsa, yalvarın o ruh üçün, yalvarmayın pul üçün, yalvarmayın ev üçün, uşaq üçün, qız üçün, oğlan üçün, yalvarın Allahın ruhunu, onu istəyin. Çünki biz bilmirik sabah nə gələcək başımıza. Heç kəs əmin deyil, sabah nə ilə rastlaşacaq, nə qədər gec deyil. İnsan nə qədər yaşayır, ona ümid var. Bugün buradasansa, ümidin var. Bugün bu sözləri eşidirsənsə, deməli sənə ümid var, sənə şans var. Sadəcə addım atmaq lazımdır, diləmək lazımdır, yalvarmaq lazımdır. Lazım gəlsə oruç tutmaq lazımdır ki, Allah öz sirrini açsın. Onda bəxtəvər olacaqsan, onda hər şey sənə aydın olacaq və biləcəksən, səndə zərrə qədər də şübhə olmayacaqsan. Rəbb hər birimizə xeyir dua versin, yardım olsun. Rəbb görür bizim vəziyyətimizi, zəifik, bəzən gücümüz çatmır. Necə ki, ata öz övladına baxır, onun gücü çatmaz bəzi şeylərə. Ata yardım edəndir, sadəcə addım atmaq lazımdır. Tövbəyə çıxmaq lazımdır, istəmək lazımdır, Allahdan diləmək lazımdır. Rəbb sizə, hər bir bizə bu işdə xeyir dua versin. Amin.